Kişi ilə qadının bir-birinə ən yaxın qohumluq əlaqəsi olmayan iki şəxsin müddətsiz ittifaqıdır. Amma böyük dəyərlərə, hüquq və vəzifələrə malik olan bu ittifaqı, yəni ailə kəlamını bir cümlə ilə tərif etmək mümkün deyil. Ailəyə kiçik dövlət də deyirlər. Çünki ailənin üzvlərinin hüquq və vəzifələri qanunla tənzimlənir və həmçinin İslam dinində də, digər dinlərdə də ailə məfhumuna həssas yanaşmalar, öhdəliklər təqdim edilir. Kəbin ailə quran iki şəxsin bir-birinə halallığını etibar edir. Nikah isə bu iki şəxsin bir-bir qarşısında öhdəliklərini, vəzifələrini, hüquqlarını. Bəs bu ittifaq qurularkən nikah və ya kəbin hansı daha böyük önəmə malikdir? Hansının olmaması elə ailənin bünövrəsi qoyularkən edilmiş ən böyük xəta sayılır. Rəsmi nikah haqqında kağıtnamə və kəbin kağızı. Bir çoxları dini kəbinin vacib olmadığını, əsas zəruri olanın rəsmi dövlət nikahı olduğunu desə də, bunun əksini düşünüb hər iki nikahı edənlər də var. Bəzən isə sadəcə dini kəbinlə kifayətlənənlər gələcəkdə müxtəlif problemlərlə üzləşirlər. Dünyanın bir sıra ölkələrində ailə həyatı quranların heç də hamısı rəsmi nikaha girmirlər. Qərb ölkələrində ilkin nikahlar rəsmiləşdirilsə də qısa müddət sonra onların çoxu pozulur və qeyri-rəsmi nikahla yaşayanların sayı artır. Müsəlman ölkələrində isə fərqli ənənələr mövcuddur. Buradakı qaydalara görə nikahsız yaşamaq doğru sayılmır, amma rəsmi nikaha girmədən də ailə qurmaq, birgə yaşamaq mümkündür. Ötən il ölkəmizə qeyri-rəsmi nikahlardan 24 mindən çox körpə dünyaya gəlib. Bu rəqəmlər ölkədə rəsmi nikahı nəzərə almayanların sayının az olmadığını göstərir. Rəsmi nikahın olmaması gələcəkdə ailədə baş verə biləcək bir münaqişə zamanı ciddi problemlərin yaranmasına səbəb olur. Boşanma hallarında əmlak bölgüsü və ya alimentin alınmasında qadınlar çətinliklərlə qarşılaşırlar. Rəsmi nikah dedikdə bu dövlətin tanıdığı və hüquqlarının pozulduğu zaman təminat verdiyi bir aktdır. Məsələn, deyək ki, rəsmi nikah olmadığı təqdirdə ərlə arvad bir-birinin vərəsəsi ola bilmirlər. Amma rəsmi nikah olduğu təqdirdə ər və ya arvadın biri öldükdə onlardan biri digərinin vərəsəsi olur.